Türkiye'deki yeni evimizden room tour. Bugün sizi Türkiye'deki büyük 3 otaqlı evimizle tanış edeceğim. Eve giren kimi düz sağda hamam otağı yerleşir. Bu eve birinci dəfə gələndə ilk elə hamam otağına vurulmuştum. Estetik, səliqəli, əsl videolar üçün. Hamam otağından çıxanda belə bir koridor yerləşir. Və gəlin sizin nəhayət ki Nərgizin otağı ilə tanış edim. Ən böyük arzularımızdan biri Nərgizin otağının olması idi. Nərgizin 5 yaşı var və uzun müddətdir ki bizim otaqda yatırdı. Bilməm sizdə də belə yoxsa yox, amma uşağımın başqa otaqda yatması əslində məni bir tərəfdən narahat edir. Gecə necə olar, qorxarmı, üstünü açarmı? Bu dəqiqə əsas istədiyim şey Nərgizin öz otağına öyrəşməsidir. Uzun koridordan gəlirsiniz və mənim ən sevdiyim otağa gəlirsiniz, mətbəx otağı. Mənim bütün günüm burada keçə bilər. Evdə bir çox şey vardı. Məsəl üçün air fry almışdım, amma burada peçka da var idi. Bu arada burada mənim qabıyan maşınım da var. Necədir mətbəxim? Bəyəndiniz? Fikirlərinizi rəylərdə yazın. Sonra gəlirik bizim yataq otağımıza. Yataq otağında mebel çoxdur, amma yer o qədər çoxdur ki, heç sıxıntı yaşamırıq. Evin ən böyük balkonu burada yerləşir. Deyirlər ki, əvvəl mətbəx otağında da balkon böyük idi, amma sonra da onu kiçik elədilər. Bura hələ tam hazır deyil. Burada peçka var, onu götürməlidir və bəzi digər əşyaları. Sonra bizim digər evdə qazon vardı, yaşıl rəngdə bilirsinizsə, onu buraya edəcəm. Yavaş-yavaş gəlirik qonaq otağına. İlk günlərdə dedim ki, bu xalçanı yığışdıracağam, amma nəsə örgəşdim. Amma yenə də düşünürəm ki, bura daha ağ xalça yaraşar. Qonaq otağına indi qayıdacağıq, amma sizə bir şey göstərmək istəyirəm. Burada belə bir qapı var və bu qapıdan mətbəx otağına keçə bilərsiniz. Burada balkon kiçikdir, amma yenə də çox bəyənirəm. Bu arada bugün bizdə burada yağış yağır. Sizdə Bakıda hava necədir? Hətta deyərdim ki, dolu yağır. Amma havadan təmizlik qoxusu gəlir. Hələ ki iş masam yoxdur, amma düşünürəm alım yoxsa yox, çünki zaten burada böyük bir masa var və bura mənim iş masam sayılır. Aprelin biri başlayacaq böyük SMM kainatı adlı təlimimə hazırlaşıram. Bu arada qeydiyyatın sonuna 2 gün qalıb. Hətta sabah bağlanır. Bugün endirimli qiymətlə yazıla bilərsiniz. Sırf SMM sayəsində mən istədiyim ölkədən işləyib istədiyim qədər qazana bilirəm. Və arzum təlimimə qoşulan hər kəsə bu həyatı bəxş edə bilməkdir. Təlimdə reklama pul qoymadan səhifəni qaldırmaq, abunə yığmaq, kəşfdə düşmək, satışlarınızı artırmaq, target, çəkiliş, montaj, süni intellekt, hətta Canva dərsləri belə olacaq. İndi isə gəlin room tura qayıdaq. Fikirlərinizi rəylərdə yazın. Sizcə bu evə 27 min verməyə dəyər?